Deməli, bugün növbəti və Ədliyyə Nazirinin Bakıda olan penitensiar xidmətə aid istintaq təcrübəsində saxlanılan Tofiq Yaqublu ilə bugün yenə görüşdüm. Əvvəlki dəfə görüşəndə aprel ayının 2-si idi. İndi isə bugün bilirsiniz ki, aprel ayının 8-idir. Fərq çox böyükdür. Mənfi tərəfə fərq çox böyükdür. Əvvəl aprel ayının 2-sində heç olmasa adam bir balaca özünü idarə edə bilirsin. Düz onda səhvini seçildi. Amma bu dəfə tamamilə fiziki durumunda onun tamamilə dəyişikliklər baş verib. Çox pis dəyişikliklər, narahat edici dəyişikliklər baş verib. Keçən dəfə ilə indiki vəziyyətlə əlaqədar demək olar ki, hər gün 1 kilodan artıq o çəkidə itirir bu adam. İndiki bu gün olan çəkisi 88,6 kilo həkimlərin dediklərinə görə. Amma keçən dəfə mən olanda təqribən 94 kilo idi. Görün, 5-6 gün ərzində nə qədər bir 6-7 kilo çəki itirib. Ona görə vəziyyət çox ağırdır. Özünü də indiki bugün mən gördüyüm halda davranışlarında da artıq elə bil ki, bu adamı hardasa da işlədiblər, əziyyət veriblər, nə bilim, neyiblər. Danışmaq həvəsi yox idi. Danışanda çətinliklə danışırdı. Yeriyib kirəndə də yerişində hiss olunur ki, artıq taqətdən düşmüş bir vəziyyətdədir. Belə bu formada vəziyyət belədir. Azlığını dayandırmır, davam edir azlığını və öz qəbul etdiyi qərarda israrlıdır, qətiyyətlidir, axıra qədər davam etdirmək. Təzyiqi ilə bağlı bir məlumat. Təzyiqində də problemlər olub, çəkisində də problemlər olub. Baş ağrıları deyir, əmələ gəlməyə başlayıb artıq. Sonra yuxusuzluqdan şikayətləndi, baş ağrılarından. Ağzında axır günlər azı, nəsə də azı mayeyə belə bir formada indi nədən əmələ gəlir, mən həkim deyiləm, bilmirəm. Amma bax, bu əlamətlər artıq var. Onda var, hətta məndən xahiş elədi ki, bəlkə bir yuxusuzluğa qarşı hansısa bir dərman zat çöldə kimləsə məsləhətləşir, həkimlərlə ki, həmin dərmanı ona təqdim etmək mümkün olsun. Vəziyyəti günü-gündən pisləşir. Bugünkü vəziyyət məni ümumiyyətlə asmadı. Vəziyyət çox pisdir. Nəsə bir tədbir görmək lazımdır.